إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. ما بعد فأوصيكم بتقوى الله فهي وصية الله للأولين والآخرين وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنْ اِتَّقُوا اللّٰهِ. Əziz dəyərli qardaşlar, ilk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir. Necə ki buyurur öz kəlamında, biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və davam edirik Səhih Fiqh-i Sünnəni və ədəblərini, eləcə də məzəblərin bu haqda olan rəylərini zikr etməyə və keçən dəstəmazı pozan səbəblərdən övrətə toxunmaq məsələsinə toxunduq. Dəstəmazı pozur, yoxsa yox. Və dedik ki, alimlər 4 rəydədir. İkisi tərcih edir, yəni gələn dəlillərdən doğru olanı ortaya qoymağa çalışıb, ikisi isə cəm edib. Və müəllif o rəydədir ki, dəstəmazı, övrətə toxunmaq mütləq olaraq dəstəmazı pozur, istər şəhvətlə, istər şəhvətsiz. Lakin cəm etdikdə görürük ki, hədislər hansı ki dəlalət edib və bir çox alimlərin seçimidir, xüsusən də Şeyx Albani deyir ki, yəni şəhvətlə toxunsan, dəstəmaz pozulur. Yoxsa ki, yox. Və əsaslanır həmçinin İbn Abbasın sözünə ki, əzalar fərq etmir, yəni hansına toxunsa, insandan bir parçadır. Bu mövzu ilə bağlı sonra müəllif bəzi faydalara toxunur. Bəzi faydalara toxunur. Ən birinci, deyir ki, qadın övrətinə toxunsa, dəstəmaz alacaq. Və dəlil də Əmr ibn Şüeybin rahiməhullah hədisidir, hansı ki rəvayət edir atasından, o da babasından. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, mən məssə dəkərahu fəlyətəvəddə. Kim övrətinə toxunsa, yəni hansı kişi övrətinə toxunsa, dəstəmaz alsın. Və əyyəmə imraətin məssət fərcəhə fəltətəvəddə. Və hansı qadın fərcinə, yəni övrətinə toxunsa, dəstəmaz alsın. Həmçinin buna dəlalət edir Ayşə radiyallahu anhın hədisi və ya sözü hansı ki, deyir ki, İdə məssətil maratu fərcəhə tətəvəddət. Əgər qadın övrətinə toxunarsa, dəstəmaz alacaq. Və əsl odur ki, kişilərlə qadınlar əhkamlarda eynidir. Əhkamlarda kişilərlə qadınlar arasında fərq ancaq bəzi məsələlərdə gəlib. Bəzi alimlər zikr edib ki, 5 məsələdə gəlib. Ondan başqa məsələlərdə qadın kişidən fərqlənmir. Necə ki, İmam Şafi'i və Əhməd nəql olub onlardan bu məsələ. Ki, qadın kişi eynidir. Və müxalifdir buna Əbu Hənifə, həmçinin İmam Məlik. Həmçinin müəllif toxunub faydalardan başqasının övrətinə toxunmaq dəstəmazı pozur, yoxsa yox. Ona görə deyir ki, əgər kişi qadının övrətinə toxunarsa, dəstəmazın pozulmasına dəlil gəlməyib sünnədə. Və yaxud da qadın əks, yəni kişinin övrətinə toxunarsa, dəstəmaz pozulur, bu haqda heç bir şey gəlməyib. Ona görə müəllif o rəydədir ki, yalnız o zaman dəstəmaz alınır ki, əgər nəsə ifraz olsa, məzi və ya məni. Amma mücərrəd toxunmaq dəstəmazı pozmur. Və nəql olunub İmam Məlikdən, həmçinin İmam Şəfiidən ki, dəstəmaz pozulur. Və deyiblər ki, vacibdir dəstəmaz alması. Çünki İmam Şəfiinin məzhəbinə baxsaq, yəni bu rəy sahiblərini ümumən nə üçün bu rəyi görüblər və vacib görüblər? Baxsaq görərək ki, onlara görə qadına toxunmaq dəstəmazı pozur. Qadına toxunmaq dəstəmazı pozur. Ona görə də məsələnin qaynağı bundandır. Eləcə də müəllif deyir ki, qadın əgər uşağın övrətinə toxunarsa,
yəni onu yuvarkən, dəstəmazı pozulmaz. Dəstəmazı pozulmaz. Və İmam Məlik də buna müvafiq olub. Yəni, buraya baxmayaraq, bundan əvvəlkində dedi ki, müxalifdir. Lakin bu uşağın övrətinə toxunmaqda İmam Məlik müvafiqdir, eləcə də bu Zuhrinin və Avza'inin rəyidir. Həmçinin bu məsələdən olan faydalardan övrətə toxunmaqda, yəni kim ki, dəstəmazın pozulmağını görür, onlara görə fərq yoxdur. Xəta və ya bilərəkdən toxunan, yəni səhvən toxunan, qəstsiz toxunan və ya qəsdi toxunan. Onlara görə bu məsələdə heç bir fərq yoxdur. Qəstsiz də toxunsa pozulur, qəstsiz də toxunsa pozulur. Necə ki, Əvzai, həmçinin İmam Şəfi və İshaq və Əhməddən nəql olub bu və deyilib ki, onların məzhəbidir. Və bəzi alimlər deyiblər ki, yox, qəsdlə toxunsa pozulur. Qəstsiz toxunsa pozulmur və bu rəy sahibi də məqhul, eləcə də Cəbir ibn Zeyd, Səid ibn Cübeyr, həmçinin İbn Həzmin məzhəbidir və dəlilləri nədir? Allah Teala buyurur ki, وَلَيْسَ عَلَيْكُمْ جُنَاهٌ فِي مَا أَخْطَأْتُمْ Xəta etdiyinizdə sizin üçün günah yoxdur. وَلَكِنْ مَا تَعَمَّدَتْ قُلُوبُكُمْ Lakin qəlbinizin qəsd etdiyində, yəni qəlbinizlə qəsd etdiyində onda günah yazılır. Və müəllifin rəyinə görə deyir ki, düzgün olan birinci rəydir. Necə ki, İbn Munzir deyib. Çünki müəllif dedi ki, o rəydədir ki, dəstəmaz övrət yerinə toxunduğunda dəstəmaz pozulur, fərq etmir onun üçün. Şəhvətlə və ya şəhvətsiz. Ona görə deyir ki, həmçinin fərq etmir, qəsdi və ya qəstsiz. Ona görə İbn Munzirdən nəql edib, deyir ki, İbn Munzir, kim ki, övrədə toxunmağı, yəni mücərrəd toxunmağı, dəstəmazın pozulmasını vacib görür, onlara görə övrətə toxunmaq dəstəmazı pozan digər səbəblərlə eynidir, yəni hədəsdir. Hədəs nədir? Dəstəmazın pozulması, yəni sidiyin, nəcisin və ya yelin çıxması bu hədəs sayılır. Və onlara görə də övrətə toxunmaq da eynidir. Ona görə mücərrəd toxunmaq onlara görə digər hədəs kimidir. Digər dəstəmazı pozan səbəblərə görədir. Və müəllif deyir ki, və diqqət edilməsi odur ki, unutqanlıq və xəta şərt və ərkanlarda günahı aradan qaldırır, hökmü aradan qaldırmır. Yəni, kimsə unudaraq nəsə bir söz deyibsə və ya bir əməl edibsə, hansısa bir əhkamlardan və ya xəta edərək deyibsə, hökm olaraq qalxmır, lakin günah olaraq qalxır, yəni ona günah yazılmır. Əgər unudaraq edibsə və ya xəta ucbasından edibsə, o günah daşımır. Yəni, demək istəyir ki, kimsə qəstsiz övrətinə toxunarsa, dəstəmazı pozulur. Lakin buna görə günah qazanır? Yox, ona görə günah qazanmır. Həmçinin bu məsələ ilə bağlı faydalardan paltarın üzərindən övrətə toxunduqda dəstəmaz pozulmaz. Dəstəmaz pozulmur. Necə ki, Əbu Hurayrənin hədisində gəldi ki, Əbu Hurayrə radiyallahu anh deyir ki, sizdən biri ayağını qaşımaq istəsə və övrətinə əli dəysə, sizdən biri ayağını qaşıdıqda övrətinə əli dəysə, övrəti ilə əli arasında bir maniyə yoxdursa, onda dəstəmaz alsın. Yəni, maniyə varsa, dəstəmaz pozulmur deməkdir. Yox, maniyə yoxdursa, o hədisə görə nə etməlidir? Dəstəmaz almalıdır. Həmçinin bu məsələ ilə bağlı sonuncu fayda, insan arxa övrətinə toxunduqda dəstəmaz pozulur, yoxsa yox. Və nəql edib müəllif ki, dəstəmaz pozulmur. İnsan əgər arxa övrətinə toxunsa, dəstəmaz pozulmur. Deyir ki, çünki hədislərdə gələn nədir? Övrət yeri, ön övrət yeri zikr olunur. İstər kişi, istər qadın. Zəkər, fərc, ön övrətdir və arxa bu adla adlandırılmayıb. Ona görə də qiyas edilə bilməz ön övrətə, heç bir halda. Və səbəb də
kim deyirsə ki, pozulur, onların gətirdiyi səbəbə baxsaq, deyirlər ki, çünki nəcis çıxan məxrəcdir. Onların gətirdiyi səbəb, deyənlər ki, pozulur, deyirlər ki, nəcis çıxan məxrəcdir. Lakin cavab olaraq onlara deyilib ki, mücərrəd nəcisə toxunmaq dəstəmazı pozmur. Mücərrəd nəcisə toxunmaq dəstəmazı pozmur. O ki, qaldı, onun ifraz olduğu yerə toxunmaq. Və bu rəy sahibi də İmam Məlikdir, Səvridir, həmçinin rəy sahibləri, eləcə də İmam Şəfiidən nəql olub. Və sonra müəllif növbəti səbəbə keçir, hansı ki, o səbəbdən dəstəmaz pozulur və dəstəmaz alınmalıdır əgər mövcuddursa o səbəb. Deyir ki, 6-cı minən nəvaqid əklu ləhmul ibl. Dəstəmazı pozan səbəblərdən dəvə əti yemək. Dəvə əti yemək. İstəsəz davam edərik, istəsəz saxlayarıq. Davam edək, yoxsa... Və deyir ki, müəllif, dəvə əti yiyən, fərq eləmir, dəvə bişmiş olsun və ya çiğ olsun və ya qızardılmış olsun, yəni odda pişmiş olsun və ya çiğ olsun, insan ondan dəstəmaz almalıdır. Kim dəvə əti yiyərsə, fərq eləmir həmçinin erkək və ya dişi dəvə, insan dəvə əti yedirsə, dəstəmaz almaq ona vacibdir. Dəlil nədir? Cəbir ibn Səmuranın hədisidir ki, bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmə dedi ki, qoyun ətindən dəstəmaz alaq. Dedi ki, sallallahu aleyhi və səlləm, inşi'tə təvəddə və inşi'tə fələ tətəvəddə. İstəyirsən al, istəyirsən alma. Sonra dedi ki, ənə təvəddə min luhumul ibil, dəvə ətindən və ya dəvələrin ətindən dəstəmaz alaq. Dedi ki, nəam təvəddə min ləhmil ibil, min luhumul ibil. Bəli, dəvələrin ətindən dəstəmaz al. Və hədis də səhihdir, İmam Muslim rəvayət edib, eləcə də İbn Məcə. Və həmçinin gəlib Bəra ibn Əzibdən deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, təvəddəv min luhumul ibil və lə təvəddəv min luhumul qanəm. Dəvələrin ətindən və ya dəvə ətindən dəstəmaz alın. Qoyun ətindən dəstəmaz almayın. Hədis səhihdir, İmam Əbu Davud, eləcə də Tirmizi və İbn Məcə nəql ediblər. Və bu, həmçinin İmam Əhmədin məzhəbidir. Eləcə də İbn Siyaqın, Əbu Xeysəmənin, İbn Munzirin, İbn Həzmin, eləcə də İmam Şəfinin bir rəyidir və Şeyxülislam İbn Teymiyyənin, rahiməhullahın seçimidir. Həmçinin rəvayət olunub rəy olaraq Abdullah ibn Ömərdən, Cəbir ibn Səmuradan. Baxmayaraq, cümhur alimlər, Əbu Hənifə kimi, Məlik, Şəfi, Thəvri və eləcə də bir dəstə sələflərdən, onlar deyiblər ki, dəvə ətindən dəstəmaz almaq vacib deyil, müstəhəbdir. Cümhura görə müstəhəbdir. Lakin Cəbir ibn Səmuranın hədisinə görə, baxmayaraq, özü nəql edib, özü müstəhəb görsə də, vacibdir almaq. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin açıq aydın sözüdür. Lakin gəlib Cəbirin hədisindən, hansı ki, cümhur onu dəlil kimi, Cəbirin başqa bir hədisini dəlil kimi gətirirlər. Böyük ehtimal bu Cəbir ibn Əbdüllahın hədisidir, Səmuranın deyil. Deyir ki, cümhur alimlər, o hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm son əhdində odda bişmiş yeməkdən dəstəmaz almağı tərk edib. Odda bişmiş yeməkdən dəstəmaz almağı tərk edib. Bilirsiniz ki, odda bişmiş yeməkdən sonra dəstəmaz almaq əvvəllərdə vacib idi. Sonradan Peyğəmbər s.ə.v tərk etdi onu. Deyirlər ki, odda pişmiş şamil edir dəvə ətini də. Yəni, nə bişirsə odda. Odda nə bişirsə, əvvəl vacib idisə ondan dəstəmaz almaq, sonra Peyğəmbər s.ə.v tərk etdisə, deməli, nə yemək varsa, hətta dəvə əti də odda pişibsə, bu daxildir buna ki, ondan dəstəmaz almaq, yəni müstəhəbdir. Alimlər cavab veriblər onların bu rəyinə. Deyiblər ki, ən birincisi, Cəbirin bu hədisi ümumidir. Amma dəvəyin ətindən dəstəmaz almaq hədisi xüsusidir.
ümum qaytarılır nəyə? Xüsusa. Ona görə də sizin deməyiniz ki, onlar çünki deyirlər ki, nəsx olub hökm. Sizin nəsx dediyiniz hökm yerində deyil. Çünki cəm etmək mümkündür hədisləri. Hədislər cəm olduqda görürük ki, biri umumidir, biri xüsusi. Xüsusi daha üstündür, çünki umum qaytarılır xüsusi. Ona görə nəsx demək düzgün deyil, çünki cəm etmək olar. İkinci də deyiblər ki, dəvə ətindən dəstəmaz almaq xüsusi bir hökmdür. Heç də odda bişən hökmə adiyyatı yoxdur. Çünki dəvə əti dedik ki, fərq eləmir. İstər bişsin, istər bişməsin, ondan dəstəmaz alınmalıdır, vacibdir. Amma sizin dediyiniz, hansı ki, odda bişən, o umumidir. Çünki dəvə ətini bişirməyib də yeyilir. Kim çiğ isə nə etməlidir? Dəstəmaz almalıdır. Cəbir ibn Səmuranın hədisinə görə. Ona görə gətirdiyiniz hədis onu ilə, yəni bu xüsusi hökmün arasında heç bir əlaqəsi yoxdur. Bəziləri deyib ki, bəzi alimlər, dəstəmaz alın deməsi Peyğəmbər sallallahu aleyhi və səlləm dəvə ətindən, o deməkdir ki, əllərinizi yuyun. Bəzi alimlər belə şərh verib. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin deməsi ki, dəstəmaz alın dəvə ətindən, yəni əllərinizi yuyun və bu rəydə batildir. Bu rəydə batildir. Çünki dəstəmaz Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərinə baxsaq, dəstəmaz sözü heç bir mənada gəlməyib ki, əl yumaq mənasıdır. Hansı hədislər dəstəmazı zikr edibsə, orada dəstəmaz, namaz üçün alınan dəstəmaz zikr olunub. Vudu sözü hansı hədislərdə gəlibsə, o hədislərin hamısında dəstəmaz, namaz üçün alınan dəstəmazla eyni məna daşıyıb. Heç də əlləri yumaq mənası daşımayıb. Ona görə Cəbir ibn Səmuranın hədisi də orada da dəstəmaz sözünün zikr olunması dəvə ətindən sonra dəlildir ki, yəni dəstəmaz alınmalıdır. Necə ki, namaz üçün dəstəmaz alınmalıdır. Çünki bəzi rəvayətlərdə gəlib ki, Peyğəmbərdən soruşulub, qoyunlar qalan yerdə, yəni qoyun tövləsində namaz qılmaq olar, yoxsa yox. Eləcə də dəvə tövləsində namaz qılmaq olar, yoxsa yox. Hər ikisi dəstəmaz zikr olunandan sonra zikr olunub namaz. Göstərilib ki, namazla, o dəstəmaz hansı ki, zikr olunub hədisdə, namaz üçün qəsd olunan dəstəmaz qəsd edib Peyğəmbər sallallahu aleyhi və səlləm. Ona görə qadağan edib dəvənin yatdığı yerdə namaz qılmağı, baxmayaraq qoyunun qaldığı yerdə namaz qılmağı icazə verib. Və nədir doğru olan bu məsələdə? Dəvə ətindən sonra hər bir halda dəstəmaz alınmalıdır. Ona görə İmam Nəvavi rahiməhullah Müslimin şərhində, İmam Müslimin Səhihinin şərhində buna çox saylı dəlillər zikr edib. Baxmayaraq cümhur buna xilafdır. Cümhur buna xilafdır. Və müəllif iki faydanı zikr edib mövzu ilə əlaqədar. Deyib ki, İmam Nəvavi Müslimin şərhində dəvə ətindən sonra dəstəmaz almağı görməyən alimlərin sözlərini zikr edəndə deyir ki, onlardan, yəni o alimlərdən həmçinin raşidi xəlifələr var. Yəni raşidi xəlifələr də, onlar da dəstəmaz, dəvə ətindən sonra dəstəmaz almağı görməyiblər. Və nəql edib bu rəyi. Lakin baxsaq bu rəyə, görək ki, bu rəy heç bir dəlilə əsaslanmıyor. Baxmayaq ki, İmam Nəvavi nəql edib sənədi ilə. Lakin Şeyxülislam İbn Teymiyyə bu xətaya diqqət çəkərək, bunun səhv olduğunu vurğulayaraq deyib ki, İmam Nəvavinin zikr etdiyi rəy, hansı ki, raşidi xəlifələrdən nəql edir, o hansı rəydir? Yəni, səhabələr hansı rəydə idilər? Dəvə ətindən sonra dəstəmaz almaq yox, əksinə od dəymiş yeməkdən sonra dəstəmaz almağın müstəhəbliyini vurğulayıblar. Yəni, deyiblər ki, od toxunmuş yeməkdən sonra dəstəmaz almaq vacib deyil, əksinə müstəhəbdir. Və İmam Nəvavi də elə zənn edib ki, onlar
Oraya elədilər ki, dəvə ətindən sonra dəstəmaz almaq müstəhəbdir, vacib deyil. Həmçinin də diqqət edilməsi gerəkən səbəblərdən biri də məşhur hekayə hansı ki, nəql olunub Peyğəmbər sallallahu aleyhi və səlləmlə bu haqda, lakin əsli yoxdur. Yəni, səhih deyil. Nəql olunub bəzi avamlar hansı ki, danışırlar. Deyirlər ki, zikr olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əshabələri ilə, yəni səhabələri ilə bir dəfə oturduqda, yəni dəvə əti idikdə, hansısa səhabələrdən birinin dəstəmazı pozulur. Və o insanlardan utanmasın deyə, güya Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, kim dəvə ətindən yiyibsə dəstəmaz alsın. Və hamılıqla qalxıb, dəstəmaz alıblar. Bu hekayə zəifdir, batildir və alimlər deyiblər ki, sənədi munkardır. Yəni, heç bir əsli yoxdur. Həm sənədi zəifdir, həm mətni zəifdir. Ona görə də bu rəvayət Peyğəmbər sallallahu aleyhi və səlləmdən nəql olunmamalıdır və onun adından danışılmamalıdır. Sonra müəllif yeni mövzuya keçir, onu da gələn dərsimizdə saxlayırıq. O da dəstəmazı pozmayan səbəblərdir. Yəni, bəzi səbəblər hansı ki, alimlər ixtilaf ediblər, onda dəstəmazı pozur, yoxsa yox. Müəllif deyir ki, o səbəblər əslində dəstəmazı pozmur. Onu da gələn dərsimizdə saxlayırıq. Allah təala bizə eşidib faydalanlar etsin. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisairil musliminə min kulli zəm fəstəğfiruhu innehu vəl-ğafurur rahim.